İşte. Təqribən nə qədər doldurmalı? Papağan əmri için üstüne su döşürük. Ha, o birisini də suluyun. Aha, növbəti addım nə Bundan sonra edəcəyik? ise tapma içmeliyim. Aha, toxum əkirik. Buyur, əç. Əkdin Aylin sən də. Bəs üçüncü bax, o birisinə var idi, onu da əkmişsiniz. Hə. İndi nə edəcəyik? İndi ise bunların yerini güneşe böləcəyik və onun üstüne su döşəcəyik. Biri ise sadece güneşe böləcəyik, biri ise qaranlığa böləcəyik və üstüne su döşəcəyik və bunun nəticəsi olaraq daha sonra toplumun daha tez görəcəyik, üzərlərini ölçəcəyik. Biz təcrübələri apardıqdan sonra görürük ki, tezcə su tökdüyümüz, yəni su tökmədiyimiz tezcə günəşin altında qalan heç bölmədə olduğu kimi qaldı. Burada həm günəşin altında qoyduğumuz, həm də su tökdüyümüz bitki böyüdü və daha yaşlı oldu, yəni yaşıl oldu. Ancaq su tökdüyümüz bitki isə bundan daha tez böyüdü, çünki qaranlıqda böyümə hormonu daha çoxdur. Amma rəngi sarıya çalır, yəni yaşıl olmadı. Çünki hansı proses çəkilmədi? Sonra fotosintez edilir.